Bugün ulduzlar bəzi bürclər üçün çox maraqlı hadisələr vəd edir. Kiminsə qarşısına gözlənilməz fürsət çıxacaq, kiminsə karyerasında yeni mərhələ başlayacaq, bəzilərini isə sevgi və münasibətlərdə sürprizlər gözləyir. Amma bir neçə bürc xüsusilə diqqətli olmalıdır, çünki günün ikinci yarısında hər şey gözlənilməz şəkildə dəyişə bilər. Görəsən, sizin bürcünüz hansıdır? İndi başlayırıq və öz bürcünüzə çatanda videodan ayrılmayın. Qoç. Bugün sizin üçün səhər saatları xüsusilə uğurlu və məhsuldar keçə bilər. Günə mümkün qədər erkən başlayın və qarşınızda duran vacib məsələləri günün ilk yarısında həll etməyə çalışın. Səhər saatlarında həm enerjiniz daha yüksək olacaq, həm də diqqətinizi konkret məsələlərə yönəltmək sizin üçün daha asan olacaq. Uzun müddətdir təxirə saldığınız, mürəkkəb və vaxt tələb edən işləri məhz bu saatlarda gündəmə gətirmək yaxşı nəticə verə bilər. Qarşınıza çıxan çətinliklər sizi qorxutmasın. Əksinə, bugün onların öhdəsindən gəlmək üçün kifayət qədər gücünüz və imkanınız olacaq. Səhər saatlarında gözləmədiyiniz bir dəstək də ala bilərsiniz. Bəzi məsələləri mütləq tək başına həll etməyə çalışmağınız lazım deyil. Ətrafınızda sizə kömək etmək, məsləhət vermək və ya müəyyən bir işin yükünü bölüşmək istəyən insanlar olacaq. Onların dəstəyini qəbul etmək zəiflik deyil. Əksinə, düzgün insanlarla əməkdaşlıq etməyiniz işlərin daha sürətli və rahat şəkildə irəliləməsinə imkan yaradacaq. Xüsusilə komanda şəklində görülən işlərdə həmkarlarınızın təcrübəsindən faydalanmaq sizin üçün çox faydalı ola bilər. Əgər qarşıda vacib görüş, müzakirə və ya qərar tələb edən məsələ varsa, onu günün birinci yarısında həll etməyə çalışın. Səhər saatlarında fikirlərinizi daha aydın ifadə edə, qarşı tərəfi daha asan inandıra və öz mövqeyinizi müdafiə edə bilərsiniz. Yeni layihə təqdim etmək, rəhbərliklə mühüm məsələni müzakirə etmək və ya uzun müddətdir gözlədiyiniz bir cavabı almaq üçün də səhər saatları daha münasib görünür. Günortadan sonra isə vəziyyət bir qədər dəyişə bilər. Günün əvvəlində hiss etdiyiniz rahatlıq və yüksək enerji tədricən azalmağa başlayacaq. Xüsusilə iş və karyera sahəsində müəyyən gərginliklər yarana bilər. Həmkarlarınızla fikir ayrılıqları ortaya çıxa, əvvəllər problem yaratmayan məsələlər birdən-birə mübahisə mövzusuna çevrilə bilər. Buna görə də günün ikinci yarısında hər sözünüzə və davranışınıza daha çox diqqət yetirməyiniz məsləhətdir. Rəhbərlik tərəfindən irad eşitmək ehtimalınız da var, əgər son günlər işlərinizdə müəyyən gecikmələr və ya diqqətdən yayınan səhvlər olubsa, onların yenidən gündəmə gəlməsi mümkündür. Belə vəziyyətdə özünüzü müdafiə etmək üçün dərhal sərt reaksiya verməyin. Tənqidi şəxsi hücum kimi qəbul etmək əvəzinə hansı məqamları düzəltməli olduğunuzu anlamağa çalışın. Sakit və peşəkar davranışınız vəziyyətin daha da gərginləşməsinin qarşısını alacaq. Bəzi qoçlar üçün günün ikinci yarısı keçmişdə buraxılmış səhvlərin düzəldilməsi ilə bağlı ola bilər. Buğa. Bugün buğalar üçün kifayət qədər dinamik və hadisələrlə zəngin keçə bilər. Günün ilk yarısı xüsusilə fəal olmaq, təşəbbüs göstərmək və uzun müddətdir düşündüyünüz planları hərəkətə gətirmək üçün əlverişli görünür. Əgər son vaxtlar hansısa məsələni həll etməkdə tərəddüd etmisinizsə, bugün artıq gözləmək əvəzinə ilk addımı atmaq üçün uyğun vaxtdır. Öz gücünüzə inanın və başqalarının fikrinin sizi yolunuzdan döndərməsinə imkan verməyin. Qarşınıza qoyduğunuz məqsədlər kifayət qədər realdır və ardıcıl davransanız, onların bir çoxuna düşündüyünüzdən daha tez çata bilərsiniz. İş və karyera sahəsində günün əvvəlində yaranacaq imkanlardan maksimum istifadə etməyə çalışın. Sizin üçün əlverişli şərait formalaşa bilər və əvvəllər çətin görünən məsələlərin həlli üçün yeni yollar tapa bilərsiniz. Lakin bunun üçün passiv gözləmək kifayət etməyəcək. Təşəbbüsü öz əlinizə almaq, fikirlərinizi açıq şəkildə bildirmək və başladığınız işin arxasında dayanmaq lazımdır. Əgər bir məqsədə çatmağın mümkün olduğuna inanırsınızsa, ilk maneə qarşısında geri çəkilməyin. Bəzi buğalar bugün ciddi rəqabətlə qarşılaşa bilərlər. İş yerində və ya biznes mühitində sizinlə eyni məqsədə çatmağa çalışan güclü rəqiblər meydana çıxa bilər. Onların təcrübəsi və imkanları sizi ilk anda narahat edə bilər. Lakin öz üstünlüklərinizi düzgün qiymətləndirsəniz, bu mübarizədən qalib çıxmaq üçün kifayət qədər imkanınız var. Əsas məsələ emosiyalara qapılmamaq və rəqiblərin davranışına əsəbi reaksiya verməməkdir. Sakit, ardıcıl və düşünülmüş strategiya ilə hərəkət etdikdə üstünlük sizin tərəfinizə keçə bilər. Bugün həmçinin uzun müddətdir sizi narahat edən bəzi məsələlərin əsas səbəbini anlamaq mümkün olacaq.
Ətrafınızda özünü dost kimi göstərən, lakin əslində sizin maraqlarınızı bölüşməyən bir insanın davranışları daha aydın görünə bilər. Son vaxtlar art-arda yaranan problemlərin təsadüfi olmadığını hiss edirsinizsə, bugün müəyyən məqamlar üzə çıxa bilər. Kiminsə sizin işinizə mane olduğunu və ya arxanızca fərqli danışdığını öyrənmək xoş olmaya bilər, lakin həqiqəti bilmək gələcəkdə daha düzgün qərarlar verməyinizə kömək edəcək. Bununla belə, hər eşitdiyiniz məlumatı dərhal həqiqət kimi qəbul etməyin. Ətrafınızdakı insanların sözlərini və davranışlarını diqqətlə müqayisə edin. Kiməsə qarşı əsassız ittiham irəli sürmək və ya emosional şəkildə münasibəti kəsmək sonradan peşmanlıq yarada bilər. Əlinizdə kifayət qədər sübut olmadan ciddi nəticələr çıxarmaq əvəzinə vəziyyəti bir qədər müşahidə etmək daha doğru olacaq. Maliyyə baxımından günün ilk yarısı müəyyən imkanlar vəd edə bilər. Gəlirinizi artırmaq, əlavə qazanc əldə etmək və ya daha əvvəl düşündüyünüz bir maliyyə planını həyata keçirmək üçün maraqlı fikir yarana bilər. Lakin böyük məbləğdə pul xərcləməzdən əvvəl bütün detalları hesablayın. Xüsusilə başqalarının təkidi ilə maliyyə qərarı verməyin. Sizin üçün sərfəli görünən təklifin uzunmüddətli nəticələrini də nəzərə almaq lazımdır. Günün ikinci yarısında isə vəziyyət bir qədər dəyişə bilər. Gözlənilməz qayğılar və planlarınızı dəyişməyə məcbur edən hadisələr ortaya çıxa bilər. Əvvəlcədən hazırladığınız proqramın pozulması sizi narahat edə bilər. Xüsusilə ailə ilə bağlı mühüm bir məsələ gözlənilmədən gündəmə gələ bilər. Bu hadisə xoş xarakter daşısa da müəyyən hazırlıq, vaxt və əlavə xərc tələb edə bilər. Buna görə də günün ikinci yarısında əvvəlcədən planlaşdırılmamış xərclər üçün müəyyən ehtiyat saxlamaq faydalı olacaq. Ailə münasibətlərində gözlənilməz dəyişikliklər baş verə bilər. Yaxınlarınızdan birinin mühüm xəbəri, qərarı və ya planı bütün ailənin gündəlik rejiminə təsir göstərə bilər. Əkizlər. Bugün əkizlər üçün günün ilk yarısı kifayət qədər uğurlu və məhsuldar keçə bilər. Səhər saatlarından etibarən işlərin istədiyiniz istiqamətdə inkişaf etdiyini hiss edəcəksiniz. Qarşınıza çıxan imkanlardan vaxtında istifadə etsəniz, bir çox məsələni gözlədiyinizdən daha asan şəkildə həll edə bilərsiniz. Buna görə də vacib işləri günün sonuna saxlamaq əvəzinə mümkün qədər səhər saatlarında başlamaq daha düzgün olacaq. Enerjiniz və diqqətiniz yüksək olduğu üçün mürəkkəb görünən məsələlərin belə öhdəsindən ciddi çətinlik çəkmədən gəlmək imkanınız var. Əgər uzun müddətdir təxirə saldığınız bir iş, mühüm görüş, qərar və ya layihə varsa, bugün onunla məşğul olmaq üçün münasib zamandır. Əsas məsələ özünüzə inanmaq və ilk addımı atmaqdır. Bəzi əkizlər müəyyən məsələlərdə başqalarının təsdiqini gözləyə bilərlər. Lakin bugün sizin öz qərarlarınıza güvənməyiniz daha vacibdir. Çünki artıq qazandığınız təcrübə sizə vəziyyəti düzgün qiymətləndirmək və ən uyğun yolu seçmək üçün kifayət qədər imkan verir. Keçmişdə qazandığınız bilik və bacarıqlar bugün xüsusi rol oynayacaq. Əvvəllər qarşılaşdığınız oxşar vəziyyətlər sizə indiki problemlərin həllində yol göstərə bilər. Bir vaxtlar öyrəndiyiniz, lakin artıq çoxdan istifadə etmədiyiniz bir məlumat belə bugün gözlənilmədən işinizə yaraya bilər. Buna görə də hər şeyi sıfırdan öyrənməyə və ya yeni yollar axtarmağa ehtiyac yoxdur. Əlinizdə olan təcrübədən düzgün istifadə etsəniz, daha sürətli nəticə əldə edə bilərsiniz. İş və karyera sahəsində əkizlərin qarşısında mühüm imkanlar açıla bilər. Sizin çevik düşünmək, müxtəlif vəziyyətlərə tez uyğunlaşmaq və insanlarla asan ünsiyyət qurmaq bacarığınız bugün böyük üstünlük verəcək. Həmkarlarınız arasında sizin fikrinizə ehtiyac yarana bilər. Rəhbərlik tərəfindən müəyyən bir məsələnin həllində sizdən kömək istənilməsi və ya yeni məsuliyyət təklif olunması da mümkündür. Özünüzü göstərmək üçün yaranan bu fürsətlərdən çəkinməyin. Bununla yanaşı, ətrafınızda sizin uğurunuzu istəməyən insanların olması da mümkündür. Bəzi şəxslər sizi yanlış istiqamətə yönəltməyə və ya diqqətinizi əsas məqsəddən yayındırmağa çalışa bilərlər. Lakin bugün intuisiyanız və təcrübəniz sizi bu cür tələlərdən qoruyacaq. Eşitdiyiniz hər sözə dərhal inanmayın, xüsusilə də sizə həddindən artıq asan və cəlbedici görünən təkliflərə diqqətlə yanaşın. Məlumatı yoxlamaq və qərar verməzdən əvvəl vəziyyəti analiz etmək sizi mümkün problemlərdən uzaq saxlayacaq. Günün ilk yarısında qarşıya qoyduğunuz məqsədlərə doğru sürətlə irəliləyə bilərsiniz. Əvvəllər uzun vaxt tələb edən işlər bu dəfə daha rahat şəkildə həll oluna bilər. Bu uğur sizə əlavə motivasiya verəcək və öz imkanlarınıza inamınızı artıracaq.
Lakin günün ikinci yarısında eyni tempin qorunması bir qədər çətin ola bilər. Günortadan sonra ümumi vəziyyət bir qədər mürəkkəbləşəcək. Böyük və ciddi problemlər yaranmasa da, xırda maneələr və gözlənilməz gecikmələr əhvalınızı poza bilər. Bir işin planlaşdırdığınız vaxtda başa çatmaması, kimsənin verdiyi sözə əməl etməməsi və ya gözlədiyiniz cavabın gecikməsi sizi əsəbləşdirə bilər. Əslində bu çətinliklərin əksəriyyəti müvəqqəti xarakter daşıyacaq və onları böyütməyə ehtiyac olmayacaq. Lakin əkizlərin ən böyük problemi hadisələrin özündən çox həmin hadisələrə verdikləri daxili reaksiya ola bilər. Günün ikinci yarısında bəzi uğursuzluqları olduğundan daha ciddi qəbul edə bilərsiniz. Xərçəng. Bugün xərçənglər üçün günün ilk saatları bir qədər gərgin və narahat keçə bilər. Səhərdən etibarən bir neçə məsələni sürətlə həll etməyi, əvvəlki gündən yarımçıq qalan işləri tamamlamayı və nəhayət üzərinizdə olan yükü azaltmağı planlaşdıra bilərsiniz. Lakin hadisələr heç də düşündüyünüz qədər rəvan inkişaf etməyə bilər. Gözlənilmədən ortaya çıxan kiçik maneələr, texniki problemlər, gecikmələr və ya diqqətdən yayınan detallar planlarınızı dəyişməyə məcbur edə bilər. Bəzi xərçənglər səhər saatlarında işlərini əvvəlcədən hazırladıkları plana uyğun aparmaqda çətinlik çəkəcəklər. Bir məsələni həll etmək istəyərkən başqa bir problem ortaya çıxa bilər və bu da vaxt itkisinə səbəb ola bilər. Əvvəlki gündən qalan bir işi tamamlamaq üçün əlavə məlumat, sənəd və ya kiminsə köməyi lazım gələ bilər. Bütün bunlar ilk anda sizi ciddi şəkildə narahat etsə də, əslində qarşılaşdığınız çətinliklərin əksəriyyəti düşündüyünüz qədər böyük olmayacaq. Xırda səhvlər və yanlış hesablamalar da mümkündür. Məsələn, hansısa məlumatı düzgün nəzərə almamaq, bir görüşün vaxtını səhv salmaq, sənəddə diqqətdən yayınan bir detal buraxmaq və ya bir işi olduğundan daha asan hesab etmək kimi vəziyyətlərlə qarşılaşa bilərsiniz. Normal şəraitdə belə məsələlərə sakit yanaşa bilərsiniz. Lakin bugün emosional vəziyyətiniz daha həssas olacaq və adi bir problem belə gözünüzdə həddindən artıq böyüyə bilər. Əsas təhlükə də məhz buradadır. Kiçik bir uğursuzluğu bütün günün pis keçəcəyinin əlaməti kimi qəbul etməyin. Səhər yaranan problemə görə özünüzü günahlandırmaq, heç nə alınmır düşüncəsinə qapılmaq və ya əvvəl verdiyiniz qərarların hamısını şübhə altına almaq lazım deyil. Bir işin gecikməsi və ya kiçik bir səhvin baş verməsi sizin bacarıqsız olduğunuz anlamına gəlmir. Sadəcə, bugün bəzi məsələlərin həlli üçün daha çox vaxt və diqqət tələb olunacaq. İş həyatında xüsusilə səbirli davranmaq vacibdir. Əgər həmkarınızın səhvi və ya gecikməsi sizin işinizə təsir edərsə, dərhal sərt reaksiya verməyin. Emosional şəkildə verilən cavab sonradan münasibətlərin gərginləşməsinə səbəb ola bilər. Ən yaxşısı problemi konkret şəkildə müəyyənləşdirmək və onun həlli üçün praktik addımlar atmaqdır. Günün əvvəlində hər şey sizin istədiyiniz kimi getməsə də, vəziyyəti nəzarətdə saxlamaq mümkündür. Səhər saatlarında böyük qərarlar verməkdə də tələsməyin. Əgər qarşınızda seçim varsa, ilk emosional reaksiyanıza əsaslanaraq qərar qəbul etməyin. Bir qədər gözləmək, əlavə məlumat toplamaq və vəziyyətin inkişafını izləmək daha düzgün olacaq. Günün ikinci yarısında hadisələrə baxışınızın dəyişməsi mümkündür və səhər həll olunmaz kimi görünən məsələnin daha sadə yolunu tapa bilərsiniz. Vaxt keçdikcə vəziyyət tədricən yaxşılaşacaq. Günün ikinci yarısında müsbət tendensiyaların təsiri daha güclü hiss olunacaq. Səhər yaşadığınız gərginlik yavaş-yavaş aradan qalxacaq və özünüzü daha rahat hiss etməyə başlayacaqsınız. Əvvəlcə sizi narahat edən məsələlərin bir çoxunun əslində asanlıqla həll edilə biləcəyini anlayacaqsınız. Buna görə də günün ilk yarısındakı hadisələrə görə əhvalınızı uzun müddət korlamayın. Günün ikinci yarısı xüsusilə işgüzar ünsiyyət baxımından əlverişli olacaq. Görüşlər keçirmək, yeni insanlarla tanış olmaq, mühüm söhbətlər aparmaq və əməkdaşlıq imkanlarını müzakirə etmək üçün yaxşı fürsətlər yarana bilər. Sizin fikirlərinizə diqqətlə qulaq asan insanlar ortaya çıxa bilər. Əvvəllər sizi tanımayan şəxslər belə peşəkarlığınızı və yanaşmanızı qiymətləndirə bilərlər. Bu saatlarda faydalı tanışlıqlar qurmaq ehtimalınız yüksəkdir. Yeni tanış olduğunuz insan gələcəkdə sizin üçün əhəmiyyətli əlaqəyə çevrilə bilər. Şir. Bugün şirlər üçün günün başlanğıcı bir qədər gərgin və dəyişkən keçə bilər. Səhər saatlarında qarşınıza çıxan xırda çətinliklər planlarınızı poza və gözlədiyiniz nəticəni dərhal əldə etməyinizə mane ola bilər. Əslində bu problemlərin heç biri ciddi xarakter daşımayacaq.
Lakin bugün hadisələrə qarşı həssaslığınız artacağı üçün adi bir uğursuzluğu belə olduğundan daha böyük problem kimi qəbul edə bilərsiniz. Buna görə də səhər saatlarında ən vacib məsələ emosiyalarınızı nəzarətdə saxlamaq və baş verən hər hadisəyə kəskin reaksiya verməməkdir. Bir çox şir üçün özünə inam bugün xüsusilə həssas mövzuya çevriləcək. Siz adətən qarşıya qoyduğunuz məqsədlərə inamla gedir, maneələrlə qarşılaşdıqda geri çəkilməməyə çalışırsınız. Son zamanlarda art-arda əldə etdiyiniz uğurlar sizdə müəyyən bir inam yaradıb ki, qarşıya çıxan istənilən problemi həll edə bilərsiniz. Məhz buna görə də bugün qarşınıza çıxan kiçik maneə belə sizə gözlənilməz və ağır təsir göstərə bilər. Bir işin planlaşdırdığınız kimi getməməsi, kiminsə verdiyi sözə əməl etməməsi və ya gözlədiyiniz nəticənin gecikməsi sizi öz imkanlarınızı sorğulamağa vadar edə bilər. Bir anda elə düşünə bilərsiniz ki, qarşınızda keçilməsi mümkün olmayan bir maneə yaranıb. Əslində isə vəziyyət o qədər də ciddi deyil. Sadəcə olaraq bugün problemlərə emosional deyil, daha soyuqqanlı yanaşmaq lazımdır. Şirlər üçün ən çətin məqamlardan biri kömək istəmək ola bilər. Siz müstəqil hərəkət etməyə və məsələləri öz gücünüzlə həll etməyə öyrəşmisiniz. Başqasından dəstək istəmək bəzən sizə zəiflik kimi görünə bilər. Lakin bugün hər şeyi tək başına həll etməkdə israr etmək lazım deyil. Ətrafınızda sizə həqiqətən kömək edə biləcək insanlar var və onların təcrübəsindən istifadə etmək vəziyyətdən daha tez çıxmağınıza imkan verə bilər. Eyni zamanda planlarınıza yenidən baxmaq və fərqli strategiya seçmək də sizin üçün asan olmayacaq. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün əvvəlcədən müəyyən bir yol seçmisinizsə, həmin yoldan imtina etmək istəməyə bilərsiniz. Lakin bəzən uğura gedən yol birbaşa olmur. Əgər mövcud yanaşma nəticə vermirsə, eyni üsulu təkrar sınamaq əvəzinə başqa variantları nəzərdən keçirmək daha faydalıdır. Səhər saatlarında yaranacaq gərginlik məhz bu baxımdan təhlükəli ola bilər. Emosional vəziyyətiniz düzgün qərar verməyinizə mane ola bilər. Tələsik verilən qərarlar sonradan əlavə problemlər yarada bilər. Buna görə də vacib məsələlərdə bir qədər fasilə götürmək, vəziyyəti yenidən qiymətləndirmək və qərar verməzdən əvvəl bütün ehtimalları nəzərdən keçirmək daha doğru olacaq. İş və karyera sahəsində günün ilk yarısında gözlənilməz dəyişikliklər mümkündür. Bir layihənin gedişində problem yarana, rəhbərlikdən əlavə tələb gələ və ya həmkarlarınızla fikir ayrılığı ortaya çıxa bilər. Belə vəziyyətdə dərhal öz mövqeyinizi müdafiə etməyə çalışmaq əvəzinə qarşı tərəfin nə demək istədiyini anlamağa çalışın. Bəlkə də məsələ sizin düşündüyünüz qədər ciddi deyil və sadəcə müəyyən detalları dəqiqləşdirmək lazımdır. Əgər hansısa işdə səhv etdiyinizi görsəniz, bunu qəbul etməkdən çəkinməyin. Səhvi vaxtında etiraf etmək və düzəltmək, onu gizlətməyə və ya məsuliyyəti başqasının üzərinə atmağa çalışmaqdan daha yaxşı nəticə verəcək. Sizin peşəkarlığınız yalnız uğur qazanmağınızla deyil, çətin vəziyyətdə özünüzü necə aparmağınızla da ölçülür. Maliyyə məsələlərində də günün ilk yarısında ehtiyatlı olmaq məsləhətdir. Əhvalınızın təsiri altında ani alış-veriş etmək və ya sırf özünüzü yaxşı hiss etmək üçün böyük məbləğdə pul xərcləmək düzgün seçim olmaya bilər. Qız. Bugün qızlar üçün günün ilk yarısı kifayət qədər uğurlu və məhsuldar keçə bilər. Səhər saatlarında müsbət tendensiyaların təsiri güclü olacaq və bu imkanlardan maksimum istifadə etmək lazımdır. Uzun müddətdir düşündüyünüz, lakin müxtəlif səbəblərdən həyata keçirməyə cəsarət etmədiyiniz planlarınız varsa, artıq ilk addımı atmağın vaxtıdır. Bugün tərəddüd etməkdənsə hərəkətə keçmək sizə daha çox fayda verəcək. Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün lazım olan imkanlar və dəstək gözlədiyinizdən daha yaxın ola bilər. İş və karyera sahəsində səhər saatları xüsusilə əlverişli görünür. Əgər yeni layihəyə başlamaq, rəhbərliyə fikir və ya təklif təqdim etmək, mühüm bir məsələni müzakirə etmək və ya uzun müddətdir təxirə saldığınız işi nəhayət tamamlamaq istəyirsinizsə, bunu günün ilk yarısında etməyə çalışın. Fikirlərinizi daha aydın ifadə edə, qarşı tərəfi inandıra və öz mövqeyinizi daha rahat müdafiə edə bilərsiniz. Həmçinin əvvəllər sizə çətin görünən bir məsələnin həlli üçün yeni və daha sadə yol tapa bilərsiniz. Qızların üstün tərəfi adətən hər şeyi əvvəlcədən planlaşdırmaq və detallara diqqət yetirməkdir. Bugün isə həmin xüsusiyyətinizə bir qədər cəsarət də əlavə etmək lazımdır. Bəzən çox düşünmək və bütün ehtimalları hesablayana qədər gözləmək fürsətin əldən çıxmasına səbəb ola bilər. Səhər saatlarında ulduzların yaratdığı əlverişli şəraitdən istifadə etmək üçün bir qədər daha çevik davranmaq lazım gələcək.
Bu müsbət enerji yalnız iş həyatına aid deyil. Şəxsi münasibətlər baxımından da günün ilk yarısı sizin üçün olduqca münasib olacaq. Uzun müddətdir ürəyinizdə saxladığınız bir söz varsa, onu deməkdən çəkinməyin. Kiməsə qarşı hissləriniz varsa və bunu etiraf etməyə tərəddüd edirsinizsə, səhər saatları bu addımı atmaq üçün əlverişli görünür. Qarşı tərəfin reaksiyası sizi xoş mənada təəccübləndirə bilər. Əgər kimsə görüşə dəvət etmək, barışmaq, münasibətlərdə yeni mərhələyə keçmək və ya sadəcə səmimi söhbət etmək istəyirsinizsə, təşəbbüsü öz üzərinizə götürməkdən qorxmayın. Bəzən bir neçə söz uzun müddət davam edən qeyri-müəyyənliyə son qoya bilər. Bugün hisslərinizi açıq şəkildə ifadə etməyiniz münasibətlərdə müsbət dəyişikliklərə səbəb ola bilər. Münasibətdə olan qızlar üçün səhər saatları tərəfdaşla daha yaxın ünsiyyət qurmaq baxımından əlverişlidir. Birlikdə gələcək planlarınızı müzakirə edə, uzun müddətdir təxirə saldığınız bir məsələni həll edə bilərsiniz. Əgər aranızda son günlər müəyyən anlaşılmazlıq yaranıbsa, səmimi söhbət həmin problemin aradan qalxmasına kömək edəcək. Tərəfdaşınızın sizə qarşı daha anlayışlı və açıq olduğunu hiss edə bilərsiniz. Subay qızların isə maraqlı tanışlıq ehtimalı yüksəkdir. Bu tanışlıq gözlənilməz bir yerdə, işlə bağlı görüş zamanı, dostların vasitəsilə və ya gündəlik həyatın adi bir anında baş verə bilər. İlk təəssürat müsbət olacaq və qarşı tərəf sizin diqqətinizi çəkə bilər. Münasibətin gələcəyi barədə dərhal qərar vermək lazım deyil, lakin bu insanı daha yaxından tanımağa dəyər. Günün ikinci yarısında isə vəziyyət bir qədər dəyişəcək. Səhər saatlarında əldə etdiyiniz rahatlıq və müsbət enerji tədricən azalacaq. Qarşınıza həlli əvvəlcədən düşündüyünüz qədər asan olmayan məsələlər çıxa bilər. Bu problemlər böyük böhran yaratmasa da sizdən daha çox vaxt, diqqət və səbir tələb edəcək. Ən çətin tərəfi isə bəzi planlarınızı dəyişməli olmağınızdır. Bir çox qız üçün günün ikinci yarısında işlər prioritetə çevrilə bilər. Əvvəlcədən planlaşdırdığınız görüş, dostlarla təşkil etdiyiniz tədbir, əyləncə proqramı və ya səfər gözlənilmədən təxirə salına bilər. İlk anda bu dəyişiklik sizi məyus edə bilər. Tərəzi. Bugün tərəzilər üçün kifayət qədər sakit və düşünülmüş başlanğıcla yadda qala bilər. Günün ilk saatlarında üzərinizdə uzun müddətdir yığılıb qalan işləri tələsmədən qaydaya salmaq, yarımçıq məsələləri tamamlamaq və gündəlik planınızı yenidən nəzərdən keçirmək üçün əlverişli şərait yaranacaq. Hər şeyi eyni anda həll etməyə çalışmaq əvəzinə işləri ardıcıllıqla görsəniz, gün ərzində özünüzü daha rahat və inamlı hiss edəcəksiniz. Səhər saatlarında diqqətinizi yayındıran amillər nisbətən az olacaq. Bu da sizə çoxdan təxirə saldığınız məsələlərə qayıtmaq imkanı verəcək. Sənədləri qaydaya salmaq, yarımçıq qalmış işi tamamlamaq, cavabsız məktublara və mesajlara cavab vermək, planlarınızı dəqiqləşdirmək və gələcək addımlarınızı müəyyənləşdirmək üçün yaxşı zamandır. Əvvəlcə qarışıq görünən bir neçə məsələni sistemləşdirdikdən sonra işlərin əslində düşündüyünüz qədər çətin olmadığını görə bilərsiniz. Günün ilk yarısında insanlar arasında münasibətlər də kifayət qədər rahat olacaq. Xüsusilə dəstəyini və etibarını qazanmaq istədiyiniz insanlarla əlaqə saxlamaq üçün yaxşı imkan yaranacaq. Əgər uzun müddətdir hansısa şəxslə mühüm məsələ barədə danışmaq istəyirdinizsə, bu söhbəti daha sonraya saxlamayın. Fikirlərinizi sakit və aydın şəkildə ifadə etsəniz, qarşı tərəfin sizi düzgün başa düşmək ehtimalı yüksəkdir. Bugün ümumi planların müzakirəsi üçün də əlverişli şərait var. Birgə iş, əməkdaşlıq və gələcək layihələr barədə fikir mübadiləsi aparmaq faydalı nəticələr verə bilər. Qarşınızdakı insanın təkliflərini dinləyin və yalnız öz fikrinizi qəbul etdirməyə çalışmayın. Tərəzi bürcünün əsas üstünlüklərindən biri kompromis tapmaq bacarığıdır və bugün məhz həmin xüsusiyyətiniz sizə böyük üstünlük qazandıra bilər. Uzun müddətli əməkdaşlıqla bağlı razılaşmalar üçün də maraqlı imkanlar yarana bilər. Əgər yeni tərəfdaş axtarırsınızsa və ya hansısa layihəni birlikdə həyata keçirməyi planlaşdırırsınızsa, bugün ilkin müzakirəyə başlamaq üçün münasib vaxtdır. Qarşı tərəfin imkanlarını, məqsədlərini və sizinlə əməkdaşlıqdan gözləntilərini diqqətlə öyrənin. İlk görüşdə bütün qərarları vermək vacib deyil. Əsas olan gələcək əməkdaşlıq üçün möhkəm zəmin yaratmaqdır. İş həyatında səhər saatlarında özünüzü daha məhsuldar hiss edə bilərsiniz. Planlı və sistemli şəkildə işləsəniz, bir neçə mühüm işi tamamlayaraq günün ikinci yarısına daha rahat keçə bilərsiniz. Bununla belə, bütün işləri səhər bitirməyə çalışmayın.
Gün ərzində gözlənilməz dəyişikliklərin meydana çıxması ehtimalını nəzərə alaraq müəyyən vaxt ehtiyatı saxlamaq faydalıdır. Günün ikinci yarısında isə işgüzar sahədə vəziyyət dəyişə bilər. Qarşınıza gözləmədiyiniz yeni tapşırıq və ya daha təcili məsələ çıxa bilər. Bu halda hazırda məşğul olduğunuz işlərin bir hissəsini təxirə salmalı və diqqətinizi yeni məsələyə yönəltməli olacaqsınız. İlk anda bu dəyişiklik sizi bir qədər narahat edə bilər. Çünki özünüz üçün müəyyən etdiyiniz planın pozulmasını sevmirsiniz. Lakin yeni vəziyyətə çevik uyğunlaşmağınız çox vacib olacaq. Gözlənilməz tapşırıq əvvəlcə sizə əlavə yük kimi görünə bilər. Üstəlik, bu iş əvvəlki fəaliyyətinizdən tamamilə fərqli ola bilər. Yeni mövzu, başqa iş metodu və ya əvvəllər qarşılaşmadığınız məsuliyyətlə üzləşmək ehtimalınız var. Əqrəb. Bugün əqrəblər üçün günün ilk yarısı xüsusilə fəal və məhsuldar keçə bilər. Səhər saatlarından etibarən təşəbbüsü mümkün qədər öz əlinizə almağa çalışın. Qarşınızda müəyyən planlar, yeni ideyalar və həyata keçirmək istədiyiniz layihələr varsa, onları daha sonraya saxlamaq əvəzinə ilk addımları məhz günün başlanğıcında atmaq daha məqsədə uyğun olacaq. Ulduzların yaratdığı müsbət şərait sizə düşündüyünüzdən daha çox imkan verə bilər. Əsas məsələ bu fürsətləri vaxtında görmək və onlardan istifadə etməkdir. Əqrəblər adətən öz fikirlərinə inanan və məqsədlərinə çatmaq üçün uzun müddət mübarizə aparmağı bacaran bürc nümayəndələridir. Bu xüsusiyyətiniz bugün xüsusilə işinizə yarayacaq. Təklif etdiyiniz hər fikir dərhal dəstək qazanmaya bilər. Bəzi insanlar sizin yanaşmanıza şübhə ilə yanaşar, təklifinizin həyata keçirilməsinin çətin olduğunu düşünə və ya sizi başqa istiqamətə yönəltməyə çalışa bilərlər. Lakin ilk mənfi reaksiyaya görə geri çəkilməyin. Əgər irəli sürdüyünüz ideyanın düzgün olduğuna inanırsınızsa, onu daha ətraflı izah etməyə və üstünlüklərini göstərməyə çalışın. Bəzən insanların bir fikri ilk dəfə eşidəndə onu qəbul etməməsi həmin ideyanın uğursuz olduğu anlamına gəlmir. Sadəcə qarşı tərəfə düşünmək və vəziyyəti qiymətləndirmək üçün vaxt lazım ola bilər. Buna görə də səbirli olun və fikrinizi əsaslandırmaqdan çəkinməyin. Səhər saatlarında yeni layihəyə başlamaq, rəhbərliyə təklif təqdim etmək, əməkdaşlıq barədə danışmaq və ya uzun müddətdir təxirə saldığınız bir işi hərəkətə gətirmək üçün əlverişli şərait yaranacaq. Əgər hansısa məqsədə çatmaq üçün ilk addımı atmaqdan çəkinmisinizsə, bugün artıq gözləməyin. Başlanğıc üçün mükəmməl şəraitin yaranmasını gözləmək bəzən fürsətin əldən çıxmasına səbəb olur. Maliyyə məsələlərində də günün ilk yarısından faydalanmaq mümkündür. Əlavə gəlir əldə etmək, sərfəli əməkdaşlıq qurmaq və ya gələcəkdə qazanc gətirə biləcək bir layihə haqqında düşünmək üçün yaxşı imkan yarana bilər. Lakin hər hansı maliyyə öhdəliyinə girməzdən əvvəl şərtləri diqqətlə nəzərdən keçirin. Səhər saatlarının müsbət enerjisi sizi həddindən artıq nikbinliyə sövq etməməlidir. Günün əsas çətinliyi isə müsbət tendensiyaların çox uzun müddət davam etməməsi olacaq. Günortadan sonra enerjinin və uğurun əvvəlki kimi hiss olunmadığını görə bilərsiniz. Səhər asanlıqla həll etdiyiniz məsələlər günün ikinci yarısında daha çox vaxt və səy tələb edə bilər. Hətta bəzi işlərdə irəliləyiş əldə etmək üçün əvvəlkindən daha çox çalışmalı olacaqsınız. Bu vəziyyət sizi xüsusilə ona görə yoracaq ki, səhər saatlarında hər şeyin sizin xeyrinizə inkişaf etdiyini görmüş olacaqsınız. Günün ikinci yarısında isə eyni tempin qorunmaması məyusluq yarada bilər. Lakin bunu uğursuzluq kimi qəbul etməyin. Sadəcə günün ritmi dəyişəcək və siz də fəaliyyətinizi buna uyğun qurmalı olacaqsınız. Günün ikinci yarısında ətrafınızdakı insanların davranışları da mühüm rol oynayacaq. Bəzi əqrəblər yaxın çevrələrinin gözlədikləri qədər dəstək vermədiyini görə bilərlər. Həmkarlarınızdan biri üzərinə düşən işi vaxtında yerinə yetirməyə bilər, rəhbərlik əlavə tələblər irəli sürə bilər və ya dostlarınızdan gözlədiyiniz köməyi ala bilməzsiniz. Bu cür hallar işlərinizi çətinləşdirə bilər. Ən maraqlısı odur ki, bəzi insanlar bunu qəsdən etməyəcəklər. Onların səhlənkarlığı, diqqətsizliyi və ya öz problemləri sizin işinizə əlavə çətinlik yarada bilər. Məsələn, bir həmkarın gecikdirdiyi iş sizin planınızı pozar, dostunuzun son anda dəyişdirdiyi qərar isə əvvəlcədən qurduğunuz proqramı yenidən nəzərdən keçirməyinizə səbəb ola bilər. Belə vəziyyətlərdə dərhal qarşı tərəfi günahlandırmaq əvəzinə problemin praktik həllinə diqqət yetirin. Rəhbərliklə münasibətlərdə xüsusilə ehtiyatlı olmaq lazımdır. Günün ikinci yarısında işinizlə bağlı irad və ya əlavə tələb eşidə bilərsiniz.
Əgər belə vəziyyət yaranarsa, emosional reaksiya verməkdən uzaq durun. Sizin üçün haqsız görünən tənqidin içində belə müəyyən faydalı məqam ola bilər. Ox atan. Bugün ox atanlar üçün kifayət qədər uğurlu və perspektivli başlaya bilər. Günün ilk saatlarından etibarən yeni ideyalar, maraqlı fikirlər və müxtəlif planlar meydana çıxacaq. Zehniniz aktiv olacaq, bir məsələni fərqli tərəfdən görmək və əvvəllər ağlınıza gəlməyən həll yolları tapmaq daha asan olacaq. Buna görə də səhər saatlarında yaranan ideyaları dərhal kənara qoymayın. Onların arasında yaxın gələcəkdə həyatınızda mühüm dəyişikliklərə səbəb ola biləcək kifayət qədər dəyərli fikirlər ola bilər. Günün başlanğıcı planlarınızı həyata keçirmək üçün əlverişli şərait yaradacaq. Uzun müddətdir təxirə saldığınız bir iş varsa, artıq onu hərəkətə gətirməyin vaxtıdır. Xüsusilə iş və karyera ilə bağlı məsələlərdə təşəbbüs göstərmək sizə üstünlük verə bilər. Özünüzə inanın, çünki bugün imkanlarınızı başqalarına göstərmək üçün yaxşı fürsətlər yaranacaq. İş həyatında aktiv olan ox atanlar xüsusilə diqqət mərkəzində ola bilərlər. Sizin peşəkarlığınız, sürətli düşünmək bacarığınız və mürəkkəb məsələlərə fərqli yanaşmanız rəhbərliyin diqqətini çəkə bilər. Əgər uzun müddətdir özünüzü göstərmək üçün uyğun fürsət gözləyirdinizsə, həmin fürsət bugün qarşınıza çıxa bilər. Vacib olan odur ki, məsuliyyətdən çəkinməyəsiniz və üzərinizə götürdüyünüz işi sona qədər keyfiyyətli şəkildə yerinə yetirəsiniz. Rəhbərliyin etimadını qazanmaq üçün yaxşı imkanınız olacaq. Sizə daha ciddi məsuliyyət həvalə edilə, vacib bir layihənin icrasında iştirak etmək təklif oluna və ya fikrinizin nəzərə alındığını görə bilərsiniz. Bu, gələcəkdə karyera baxımından daha böyük imkanların yaranmasına səbəb ola bilər. Buna görə də bugün gördüyünüz işləri yalnız cari nəticə kimi deyil, gələcək üçün investisiya kimi qiymətləndirin. Qəbul edəcəyiniz qərarlardan biri xüsusilə əhəmiyyətli ola bilər. İlk baxışdan adi bir seçim kimi görünən bu qərar sonradan karyeranızda yeni mərhələnin başlanğıcına çevrilə bilər. Yeni vəzifə, başqa layihə, əlavə məsuliyyət, fərqli iş istiqaməti və ya yeni əməkdaşlıq imkanı ortaya çıxa bilər. Belə bir fürsətlə qarşılaşsanız, yalnız çətinliklərinə deyil, gələcəkdə sizə verə biləcəyi imkanlara da baxın. Maliyyə məsələlərində də günün ilk yarısı müəyyən müsbət imkanlar vəd edir. Yeni gəlir mənbəyi barədə fikir yarana, əlavə iş təklifi ala və ya gələcəkdə qazanc gətirəcək bir layihə üzərində düşünməyə başlaya bilərsiniz. Lakin maliyyə məsələlərində həddindən artıq nikbinliyə qapılmamaq vacibdir. Yaxşı imkanın mövcud olması onun dərhal böyük gəlir gətirəcəyi anlamına gəlmir. Addımlarınızı hesablayaraq atın. Günün ilk yarısında əldə etdiyiniz uğurlar əhvalınızı yüksəldəcək. Özünüzə inamınız artacaq və daha böyük məqsədlər haqqında düşünməyə başlayacaqsınız. Lakin şəxsi münasibətlər baxımından günün bütün hissəsi eyni dərəcədə rahat keçməyə bilər. Bugün sizi ən çox məyus edə biləcək sahə sevdiyiniz insanla münasibətləriniz ola bilər. Gün ərzində hər şey yaxşı getsə də, şəxsi münasibətlərdə müəyyən gərginlik hiss edə bilərsiniz. Xüsusilə axşam saatlarında iş, maliyyə və gələcəklə bağlı narahatlıqlarınızı tərəfdaşınızla bölüşmək istəsəniz, söhbət gözlədiyinizdən fərqli istiqamət ala bilər. Oğlaq. Bugün oğlaqlar üçün kifayət qədər güclü və məhsuldar başlanğıc vəd edir. Günün ilk saatlarından etibarən özünüzdə qətiyyət, iradə və hərəkət etmək üçün güclü istək hiss edə bilərsiniz. Qarşınıza çıxan məsələləri uzun müddət düşünərək təxirə salmaq əvəzinə birbaşa həll etməyə çalışacaqsınız. Məhz bu qətiyyətiniz gün ərzində bir çox uğurun əsas səbəbi olacaq. Xüsusilə son vaxtlar sizi düşündürən və hətta bəzən öhdəsindən gəlməyin mümkün olmadığına inandığınız problemlərlə bağlı ciddi irəliləyiş əldə etmək mümkündür. Əvvəllər qarşısında dayanıb çıxış yolu tapa bilmədiyiniz bir məsələ bugün gözlənilmədən daha sadə görünə bilər. Əsas məsələ özünüzə və imkanlarınıza olan inamınızı itirməməkdir. Oğlaqlar adətən məsuliyyətli, planlı və məqsədyönlü davranmaları ilə seçilirlər. Bugün isə həmin xüsusiyyətlərinizə əlavə olaraq yaradıcılıq və qeyri-standart düşüncə də qoşulacaq. İşlə bağlı məsələlərdə adi və hamının istifadə etdiyi üsullarla kifayətlənməyəcək, fərqli yanaşmalar axtaracaqsınız. Bəzən ilk baxışdan qəribə görünən bir fikir məhz gözlədiyiniz nəticəni əldə etməyinizə kömək edə bilər. İş yerində qarşınıza çıxan mürəkkəb bir problemin həllində gözlənilməz üsul tapa bilərsiniz. Həmkarlarınızın uzun müddət üzərində düşündüyü məsələyə siz daha qısa və effektiv yol təklif edə bilərsiniz.
Bu, rəhbərliyin diqqətindən də yayınmayacaq. Əgər son vaxtlar peşəkar bacarıqlarınızı göstərmək üçün münasib fürsət gözləyirdinizsə, bugün həmin fürsət qarşınıza çıxa bilər. Rəhbərliklə münasibətlər baxımından da günün ilk yarısı əlverişli görünür. Təşəbbüs göstərməkdən, öz fikrinizi söyləməkdən və yeni təkliflər irəli sürməkdən çəkinməyin. Əgər hansısa layihənin daha yaxşı həyata keçirilməsi ilə bağlı ideyanız varsa, onu əsaslandıraraq təqdim edin. Sizin praktiki yanaşmanız və nəticəyə fokuslanmağınız müsbət qiymətləndirilə bilər. Bəzi oğlaqlar üçün bugün peşəkar baxımdan mühüm dönüş nöqtəsinə çevrilə bilər. Yeni vəzifə, əlavə məsuliyyət, maraqlı layihə və ya gələcəkdə karyera yüksəlişinə səbəb olacaq yeni imkan ortaya çıxa bilər. Hazırda qarşılaşdığınız iş nə qədər çətin görünsə də, onun sizə qazandıracağı təcrübəni də nəzərə alın. Maliyyə məsələlərində də günün ilk yarısından maksimum istifadə etmək faydalı olacaq. Yeni gəlir mənbəyi haqqında fikir yarana, əlavə iş imkanı ortaya çıxa və ya uzun müddətdir üzərində düşündüyünüz maliyyə planını həyata keçirmək üçün münasib şərait yarana bilər. Lakin uğurlu başlanğıc sizi həddindən artıq risk almağa sövq etməməlidir. Böyük maliyyə qərarları verərkən yenə də hesablamalarınızı diqqətlə aparın. Günün ikinci yarısı da ümumilikdə pis keçməyəcək. İşlərdə müəyyən nəticələr əldə etmək və başladığınız məsələləri davam etdirmək mümkün olacaq. Lakin bu saatlarda əsas çətinlik xarici şəraitdən çox sizin emosional vəziyyətinizlə bağlı ola bilər. Günortadan sonra emosional fon daha gərgin olacaq. Səhər saatlarında kifayət qədər soyuqqanlı və qətiyyətli davrandığınız halda günün ikinci yarısında əhvalınız daha tez-tez dəyişə bilər. Xırda bir problem belə sizi gözlədiyinizdən daha çox əsəbləşdirə bilər. Bəzən adi bir gecikməni, anlaşılmazlığı və ya kiminsə diqqətsizliyini ciddi problem kimi qəbul edə bilərsiniz. Bu zaman vəziyyəti dramatikləşdirmək meylindən uzaq durmaq çox vacibdir. Qarşınızdakı problem həqiqətən həll olunmalı məsələ olsa belə, onu olduğundan daha mürəkkəb görmək sizə heç bir üstünlük verməyəcək. Əksinə, əlavə stres yaradacaq və düzgün qərar qəbul etməyinizi çətinləşdirəcək. Ətrafınızdakı insanlar da sizin əhvalınızdakı dəyişiklikləri hiss edə bilərlər. Sizinlə ünsiyyət qurmaq səhər saatları ilə müqayisədə nəzərə çarpacaq dərəcədə çətinləşə bilər. Siz adi bir suala belə sərt cavab verə, qarşınızdakı insanın sözlərində olmayan mən axtara və ya kiçik bir iradı şəxsi tənqid kimi qəbul edə bilərsiniz. Xüsusilə sizi hələ yaxşı tanımayan insanlarla münasibətdə diqqətli olmaq lazımdır. Onlar sizin normalda necə davrandığınızı bilmədikləri üçün günün ikinci yarısındakı gərgin reaksiyalarınızı səhv başa düşə bilərlər. Dolça. Bugün dolçalar üçün hadisələrlə zəngin və bir neçə fərqli istiqamətin ön plana çıxacağı bir gün olacaq. Günün əvvəlində gözlənilməz bir hadisə ilə qarşılaşmağınız mümkündür. İlk anda bu hadisə planlarınızdan kənar görünsə də narahat olmağa ciddi əsas olmayacaq. Əksinə, bəzi dolçalar baş verən gözlənilməz vəziyyətdən öz xeyirlərini istifadə etməyin yolunu tapa biləcəklər. Sizin üçün bugün ən böyük üstünlüklərdən biri güclü intuisiya olacaq. Hadisələrin adi məntiqdən fərqli istiqamətdə inkişaf etdiyini hiss edə və başqalarının diqqət yetirmədiyi bir detalı görə bilərsiniz. İçinizdən gələn səs sizə hansı istiqamətdə hərəkət etməyin daha düzgün olduğunu göstərəcək. Buna görə də günün əvvəlində yaranan qeyri-adi hissləri və fikirləri dərhal kənara atmayın. Gözlənilməz hadisə iş planlarınızla əlaqəli ola bilər. Məsələn, əvvəlcədən nəzərdə tutmadığınız yeni bir tapşırıq, fərqli əməkdaşlıq təklifi və ya planlaşdırdığınız işin istiqamətini dəyişən məlumat ala bilərsiniz. İlk baxışdan bu, əlavə çətinlik kimi görünə bilər. Lakin vəziyyətə diqqətlə yanaşsanız, həmin dəyişiklikdən yeni imkan yaratmağın yolunu tapa bilərsiniz. Bəzi dolçalar üçün günün əvvəlində şəxsi həyatda da gözlənilməz hadisə mümkündür. Uzun müddətdir əlaqə saxlamadığınız bir insan sizinlə əlaqə yarada, gözləmədiyiniz bir xəbər ala və ya əvvəllər bağlandığını düşündüyünüz bir məsələ yenidən gündəmə gələ bilər. Bu hadisənin necə nəticələnəcəyi sizin ona hansı münasibəti göstərməyinizdən asılı olacaq. Əsas üstünlüyünüz ondan ibarətdir ki, baş verənlər qarşısında panikaya düşməyəcəksiniz. Dolçalar adətən qeyri-standart vəziyyətlərə tez uyğunlaşa bilirlər və bugün də həmin xüsusiyyətiniz işinizə yarayacaq. Başqalarının çaşqınlıq yaşadığı bir vəziyyətdə siz daha sakit düşünə və çıxış yolu tapa bilərsiniz. İş və karyera baxımından günün ilk yarısı mühüm məsələlərdə irəliləyiş əldə etmək üçün əlverişlidir.
Uzun müddətdir həll edə bilmədiyiniz bir məsələ varsa, ona yenidən qayıtmaq faydalı olacaq. Bu dəfə vəziyyətə başqa tərəfdən baxaraq daha effektiv həll yolu tapa bilərsiniz. Bəzi dolçalar üçün mühüm işgüzar qərarın verilməsi də mümkündür. Əgər qarşınızda bir neçə seçim varsa, yalnız ən asan variantı deyil, gələcəkdə sizə daha çox imkan verəcək yolu nəzərdən keçirin. Bugün atacağınız addımlardan biri yaxın gələcəkdə iş həyatınızda əhəmiyyətli dəyişikliklərin başlanğıcı ola bilər. Günün ortasına doğru isə fəaliyyət formasını dəyişmək daha faydalı olacaq. Bu vaxt tamamilə müstəqil işləməkdənsə, başqaları ilə əməkdaşlıq etmək daha yaxşı nəticə verəcək. Hər şeyi özünüz həll etməyə çalışmaq əvəzinə etibar etdiyiniz insanlardan fikir almaq və müxtəlif yanaşmaları müqayisə etmək faydalı olacaq. Bugün dolçalar üçün məsləhətləşmək zəiflik deyil, əksinə düzgün strategiyanın bir hissəsidir. Qarşınızda olan məsələ ilə bağlı əmin olmadığınız məqam varsa, həmin sahədə təcrübəsi olan bir insandan məsləhət alın. Balıqlar. Bugün balıqlar üçün bir qədər səbir və dözüm tələb edən gün olacaq. Adətən rahatlıqla həll etdiyiniz, gündəlik həyatınızın adi bir hissəsinə çevrilmiş işlər belə bugün sizdən əvvəlkindən daha çox vaxt, diqqət və enerji tələb edə bilər. Qarşınıza çıxan məsələlərin çoxu əslində mürəkkəb olmayacaq, lakin onların həlli müxtəlif səbəblərdən uzanacaq. Xüsusilə başqa insanların iştirakını tələb edən işlərdə gecikmələr və gözlənilməz maneələr daha çox hiss olunacaq. Siz bir işi mümkün qədər tez başa çatdırmaq istəyəcəksiniz, lakin qarşı tərəfin gecikməsi, cavab verməməsi və ya qərar qəbul etməyə hazır olmaması sizin planlarınızı ləngidə bilər. Bu vəziyyət ilk anda sizi xeyli əsəbiləşdirə bilər. Çünki siz öz üzərinizə düşən işi vaxtında yerinə yetirməyə hazır olduğunuz halda, başqasının hərəkətsizliyi səbəbindən gözləməli olacaqsınız. Bəzi balıqlar gün ərzində bir neçə dəfə niyə hər şey bu qədər gecikir, sualını özlərinə verə bilərlər. Lakin bu vəziyyətə nə qədər çox müqavimət göstərsəniz, bir o qədər yorulacaqsınız. Çünki bir çox məsələyə birbaşa təsir etmək imkanınız olmayacaq. Qarşı tərəfin qərarını sürətləndirmək, hansısa prosesin vaxtını dəyişmək və ya baş verənləri dərhal öz istəyinizə uyğunlaşdırmaq mümkün olmaya bilər. Buna görə də bugünün əsas qaydası səbirli olmaq və nəzarətinizdə olmayan məsələləri qəbul etməkdir. Hər şeyin sizin istədiyiniz sürətlə baş verməsini gözləməyin. Əgər hansısa iş başqa bir insanın cavabından və ya qərarından asılıdırsa, həmin vaxtı başqa faydalı işlərə sərf etməyə çalışın. Beləliklə, gözləmə müddəti sizin üçün tamamilə itirilmiş vaxta çevrilməyəcək. Günün əvvəlində işlərin gözlədiyiniz kimi getməməsi əhvalınıza təsir göstərə bilər. Bir işin uzanması digər işlərinizin də gecikməsinə səbəb olduqda özünüzü daha da gərgin hiss edə bilərsiniz. Bu zaman bir neçə məsələni eyni anda həll etməyə çalışmaq vəziyyəti daha da çətinləşdirə bilər. Ən yaxşısı prioritetləri müəyyənləşdirmək və həqiqətən vacib olan işlərə diqqət ayırmaqdır. Bugün emosional vəziyyətinizə xüsusi diqqət yetirmək lazımdır. Baş verən hadisələr tədricən səbirsizliyinizi artıracaq. Əvvəlcə kiçik bir gecikmə sizi narahat edəcək, daha sonra kiminsə verdiyi sözə əməl etməməsi və ya diqqətsiz davranması əsəbinizi daha da artıra bilər. Nəticədə adi halda heç bir reaksiya verməyəcəyiniz məsələlər belə sizə ciddi görünə bilər. Ən böyük risk isə qəzəbinizi baş verən problemlərlə heç bir əlaqəsi olmayan insanlardan çıxarmağınızdır. Məsələn, işdə yaranan problem səbəbindən həmkarınıza sərt cavab verə, yaxınınızın adi sualına əsəbi reaksiya göstərə və ya sadəcə sizə kömək etmək istəyən bir insanı yanlış başa düşə bilərsiniz. Sonradan isə həmin reaksiyanıza görə peşman olmaq ehtimalınız yüksəkdir. Buna görə də əsəbiləşdiyinizi hiss etdiyiniz anda cavab verməzdən əvvəl bir neçə saniyə düşünmək çox faydalı olacaq. Qarşınızdakı insanın həqiqətən sizin əsəbinizə səbəb olub-olmadığını özünüzdən soruşun. Əgər cavab xeyirdirsə, qəzəbinizi həmin insana yönəltməyin. İş həyatında bu məsələ daha ciddi əhəmiyyət daşıyacaq. Həmkarlarınız və rəhbərliyiniz sizi adətən sakit, mehriban, anlayışlı və kompromisə getməyə hazır insan kimi tanıyırlar. Sizdən müəyyən vəziyyətlərdə güzəşt etməyinizə və başqalarının fikirlərini nəzərə almağınıza öyrəşiblər. Lakin bugün həmin davranışı nümayiş etdirmək sizin üçün daha çətin ola bilər. Əgər həmkarınız hansısa işi gecikdiribsə, ona qarşı sərt reaksiya vermək asan görünə bilər. Ancaq münasibətləri korlamaq sonraki işlərinizi daha da çətinləşdirəcək. Əksinə, problemin səbəbini öyrənmək və mümkün həll yollarını birlikdə tapmaq daha faydalıdır. Rəhbərliklə münasibətlərdə də diqqətli olun.
Gün ərzində sizdən əlavə izahat, yeni tapşırıq və ya düzəliş tələb oluna bilər. Bu, xüsusilə artıq yüklü olduğunuz bir vaxtda baş verərsə, narazılığınız daha güclü ola bilər. Lakin rəhbərliyə emosional cavab vermək sizin üçün heç bir üstünlük yaratmayacaq. Haqlı olduğunuzu düşünsəniz belə, mövqeyinizi sakit və əsaslandırılmış şəkildə ifadə etmək daha doğru seçimdir.